Naxçıvana getdik. İndi Naxçıvandan qayıdırıq. Birincisi deyirlər, Azalı seçdiyiniz üçün təşəkkür. Yox, sizə təşəkkür düşür ki, sizə, yəni konkret Azalı nəzərdə tutmuram, amma yəni insanların başqa çarəsi yoxdur da. Yəni Azalın təyyarəsinə gedib gəlməkdən başqa quru sərhədlər bağlıdır, aydındır, buna okey təhlükəsizlik məsələsidir. Başqa avia daşıyıcılar da buraxılmır Azərbaycana da və Türkiyə hava yollarından başqa. O da faktiki demək olar ki, bizimkidir. İkincisi, deməli qiymət 50 manat olanda uşaqlara su və ya şirə verilirdi və bulki, nəinki uşaqlara hamıya. İndi qiymət 60 manatdır. Birincisi, su da Naxçıvana gedib gələn təyyarədə xüsusilə sirap və ya badamlı olmalıdır. Yəni başqa sudan söhbət gedə bilməz. Əgər bu bizim milli koloritimizdirsə, milli biz avia daşıyıcı ilə Naxçıvan kimi yerə əzəli bir torpağa gedib gəlirsə, qədim bir torpağa, orada da Naxçıvanın suları olmalıdır. Üçüncüsü, yəni 100-110 nəfər arasında, sərnişin arasında zənnimcə 10-15 dənə uşağı, 15 nəfər uşağı Azal üçün nəzərə almamaq, nə bilim, mən yaraşdırmıram. Heç yaraşdırmıram. Halbuki hətta Azalın təyyarəsinə, dünyanın istərlər təyyarəsinə oturanda deyirlər, hörmətli sərnişinlər və əziz uşaqlar. Yəni uşaqları nəzərə almamaqda, yəni bu nə dərəcə düzgün. Mən belə anlayıram ki, Azərbaycanda son vaxtlar çox gözəl bir tendensiya var. Qiymət qalxdıqca keyfiyyət də gəllə məğlulat gəlir aşağı. Belə